Rus dilini bilənə iş var yoldaşlar. Mən sizə rus dilini tələb eləyən bir neçə vakansiyadan bəhs etmək istəyirəm. Qeyd edim ki, bu vakansiyalar son 48 saatin vakansiyalardır, yəni ən yeniləridir. Digərləri də var, əlbəttə ki. Mən sadəcə daha çox diqqət çəkən, daha çox az şərti olan variantlarını seçib sizinlə paylaşıram. Misal üçün, Fon Kosmetik şirkətində var 20-30 yaşlı şəxslər üçün. 700-1200 manat aralığında əmək haqqısı var, belə deyim. Kimlər üçündür? Video təqdimatçısı işidir yoldaşlar, məhsul aparıcısı işidir. Kamera qarşısında sərbəst çıxış və düzgün nitq qabiliyyətiniz varsa, Azərbaycan və rus dilini səlis danışa bilirsinizsə, gözəllik və kosmetika sahəsinə marağınız varsa, aktiv və pozitiv və kreativ yanaşmanız varsa bu işə müraciət edə bilərsiniz. Sonra Leo Bankda da iş var yoldaşlar. Özə təcrübə də tələb eləmir bu iş, xəbəriniz olsun. Telemarketinq istiqaməti üzrə bir işdir, mütəxəssis işidir. Ali təhsiliniz varsa, yüksək kommunikasiya bacarığınız varsa, Azərbaycan və rus dilində mükəmməl ünsiyyət bacarığınız varsa, bu işə müraciət edə bilərsiniz. Xəbəriniz olsun. Sonra başqa bir variant da var yoldaşlar. İcraçı assistent işi var, ofis meneceri olaraq var. Deməli, bu IB qrupdadır yoldaşlar. Ali təhsil tələb edirsinizdən, Azərbaycan və rus dilində sərbəst bilməyi tələb edir. Word, Excel-i əla, yəni ofis proqramlarını əla bilməyi tələb edir. Sadəcə belə deyim də, Word, Excel-i əla tələb edir. Amma PowerPoint-i başlanğıc səviyyədə bilməyi tələb edir. PowerPoint 2.2-dir, yəqin ki, bilirsiniz. Yəni, bilməsəniz də sürətli şəkildə öyrənə bilərsiniz. Nəyi burada diqqət eləməlisiniz? Ən azı 1-2 illik iş təcrübəniz olmalıdır, ofis və ya administrativ sahədə. Əmək haqqı da müsahibə əsasındadır, amma təxminən 1000 manata yaxın əmək haqqı təklif edə bilirsinizsə yoldaşlar. Bu, belə bir variantdır. Sonra sonuncu bir variant da var. Müştərilərə xidmət üzrə əməliyyatçı işi var yoldaşlar. Invest azdadır. Bu nə tələb edir? 18-35 yaşlı olmalı. Müvafiq sayda 1 illik ən azı iş təcrübəniz olmalı. Ofis proqramlarını yüksək səviyyədə bilməyi tələb edir. Rus dilini və Azərbaycan dilini mükəmməl bilməyi tələb edir. Ali təhsil tələb edir. Belə bir variant da var. Digər rus dili şərti olan işlərlə tanış olmaq istəyirsə, ümumiyyətlə digər sahələrdə aid işlərlə tanış olmaq istəyirsə, bir sözlə bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, onunla da bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Və yaxud da ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə də, onunla da bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəvalı kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.